Əziz dostlar, hər vaxtınız xeyir olsun. 27 aprel 2025-ci il növbəti videomda Obadayam. Obada yeni bir yer açılıb, Oba Kebab. Çox maraqlı bir yerdir. Hardasa bir həftə əvvəl açılıb. İndi oranı sizə təqdim edəcəm. Deməli, baxın qarşıda Obanın mərkəzi küçəsidir. Biraz iləridə Oba sahildir və burada Oba Dadaşlar Caddəsidir və Dadaşlar Camisi var. Obanın mərkəzində, yəni buranı hamı bilir. Qarşısında BİM Market və o BİM Marketin sol tərəfində Oba Kebab evi yeni açılıb. Biz də bugün gəldik. Baxın, bura açıq hissəsidir. İçəridə də oturmağa yer var. Menyu buradadır və burada bu Oba Kebabı çalıştıran bizim dostlarımızdır. Bülent abi, Sabina xanım. Sabina xanım Azərbaycanlıdır. Hər kəsə merhaba. Sabina xanım da Azərbaycanlıdır. Bülent qardaşla bərabər ailəvi bir restorandır. Yeni açılıb bir həftə əvvəl. Xeyirli olsun. Təbriklər, bol qazanclar, bol müştərilər. Ona görə hər kəsi dəvət edirik. Çox danışmaq istəmirlər, ona görə narahat eləməyim. İçərini də göstərim sizə. İçəri də hər şey yepyeni, qəşəng, səliqəli düzəldiblər. Burada yüksək səviyyəli povralar, aşpazlar çalışır. Yeməkləri də əsasən kebablardır. Amma burada bir fərq var ki, burada Bosniya mətbəxindən də, məsələn, göstərim sizə, baxın, bu yeməklər, 3 dənə yemək Bosniya mətbəxindəndir. Burada çünki çoxlu Avropalılar yaşayırlar. Əsasən də Bosniyalılar da çoxdur, onlar da bura gəlirlər. Bülent qardaş da hər zaman buradadılar. Yəni xidmət göstərirlər. Bu da yeməklər, təzə-təzə. Etlərimiz hepsi ağır kalite, temiz, leziz, hijyenli. Mutfağımız, bütün ekipmanlarımız hepsi yenidir. Mutfaq göz önündədir zaten. Hər şey tərtəmiz, pırıl-pırıl. Yeməklər də, bu da məzələr. Yəni gözəl kebab, fərqli bir dadmaq istəsəniz, baxın bu ətlər. Bunlar Bosniya mətbəxindən az öncə göstərdiyim. Doğrudan da fərqli dadlardır. Gəlib mütləq dadına baxmaq lazımdır. Bülent abi, təşəkkürlər. İnşallah memnun kalmışsınızdır. Çok güzeldi. Herkesi davet ediyoruz. Burada yakında olan, uzakta olan, bizi izleyen herkes. Herkesi bekleriz. Herkesin memnun kalacağından hiç şüphesi olmasın. Elimizden geleni yaparız. Temiz, lezzetli bir şekilde hizmetimizi yapmaya devam edeceğiz. Çok teşekkürler. Kolay gelsin. Görüşürüz. Böyle Sabina xanım nəsə demək istəyirsiniz? Sabina xanım utandı. Belə əziz dostlar, İnşallah siz də gəlin Obada Dadaşlar Camisinin qarşısında gözəl bir yer açılıb bir həftə əvvəl. Bura mütləq baş çəkin. Mən də yavaş-yavaş videomu yekunlaşdırım. İnşallah növbəti videolarda görüşənədək. Sağ olun, var olun.